Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala eşrefil enbiya vel murselin. Amma ba'd. Möhtərəm müsəlmanlar, ilk öncə sizi salamlayıram. Assalamu aleykum və rahmetullahi və barakatuhu. Amma sonra bugünkü dərsimiz yenə də rafizilərə, yəni rafizilər cəmaatı, yəni rafizilərə rəddiyə silsiləsindən olacaq və rafizilər cəmaatı necə aldadırlar silsiləsindən olacaq. Və bu artıq 14-cü dərsimizdir bu mövzuda. Və ümumiyyətlə bu dərsi yazmaq hələ planlaşdırmamışdım. Lakin həmin cahil və yalançı Qasım Səfərovun sonuncu videosunu gördüm və əlbəttə ki, deməli, 20-ci videosu elə bu mövzuda Teymiyyəni müdafiə edənin cavabına cavab, Fəth 18 sahabi rüsvay edib. Bax, belə bir video buraxıb, halbuki özünü rüsvay edib. Birincisi, yəni mövzuya keçməzdən öncə bunu qeyd edim ki, deməli, əvvəldə nə dedi? Əvvəldə bu Qasım Səfərov elə bir fikir qeyd elədi. Dedi ki, biz dedi, şiyələr dedi, dünyanın nə bilim neçə dənə ölkəsinə dağılmış, yəni vəziyyətdə yaşayırıq. Və biz deyir, bizdən deyir, heç kim deyir və ya biz deyir, heç də deyir, sahabələrin hamısını deyir, sevmirik. Yəni, nəsə belə bir fikirlər söylədi və mən də ayələr gətirdim. Elə, hansı ki, qeyd olunur ki, Allah subhanahu wa ta'ala deyir ki, Allah onlardan, yəni sahabələrdən və sahabələr də onlardan razı qalıb. Və dedim ki, Allah subhanahu wa ta'alanın burada razı qalmağı daimidir, yoxsa müvəqqətidir? Əlbəttə ki, daimidir. Yəni, burada müvəqqəti olsaydı istisna edilərdi. Çünki Allah subhanahu wa ta'alanın Quran-ı Kərimdə təqib etdiyi üslub bunu gərəkdirir. Lakin həmin Rafizi və Nasibi Qasım Səfərov bir sıra yalan və uydurma güya dırnaqarası dəlillər gətirdi və sonuncu videosunda da belə demək mümkünsə dırnaqarası quş buraxıb və bunu qeyd edəcəyəm və 12-ci dərsdə mənim 12-ci dərsimdə mən böyük məsələlərə toxundum və ayələr qeyd etdim. Hansı ki, onlardan birincisi, yəni Tövbə surəsinin 100-cü ayəsi, hansı ki, rafizilərin dinini darmadağın edir, elə və imamət etiqadını belə deyək, zay edir və bütün müsəlmanların Allah Rəsuluna və sahabələrə tabi olmasını şərtləndirir amil olaraq. Nə deyir? Deyir ki, Allah subhanahu wa ta'ala Tövbə surəsi 100-cü ayədə və sabiqunəl əvvəlunə minəl muhacirinə vəl ənsar, İslamı ilk öncə qəbul edən mühacirlərdən və ənsarlardan. Və sonra mən dedim ki, 3 xəlifə ki mövcuddur, elə onlar İslamı ilk qəbul edənlərdəndir. Allahu Akbar. Zaten Əbu Bəkir radiyallahu anhu kişilərdən birinci İslamı qəbul edən hökmündədir, sayındadır. Bu bir. İkinci Osman radiyallahu anhu üçüncü, beşinci adamdır təxminən və ikinci xəlifə, yəni Ömər ibn Xattab da 40-cı adamdır ki, bunlar hamısı bu məlumatlar sirə kitablarında mövcuddur ki, İslamı qəbul edənlərin adları qeyd olunur. Bunda hər hansı bir ixtilaf yoxdur. Dolayısıyla 3 xəlifənin 3-ü də Əs-sabiqunəl əvvəlindəndir, necə ayədə qeyd olunur. Elə və Əs-sabiqunəl əvvəlunə minəl muhacirinə vəl ənsar. Yəni, İslamı ilk əvvəldə qəbul edən, qabaqlayıcı olanlar
Muhacirlərdən və ənsarlardan olanlar. Muhacirlər və ənsarlar kimlərdir? Sahabələrdir. Sahabələrin hamısı deyil. Sahabələrin böyük bir qismidir və sonrası var, dahası var. Nə deyir sonra Allah Subhanahu taala? Vəllezine ettebe'uhum bi ihsan. Və gözəl biçimdə onlara tabe olanlara. Bura artıq bütün sahabələr daxildir. Həmin o əksi olan qism, birinci qeyd olunanlardan qeyriləri və dahası da var yenə. Yəni ta qiyamətə qədər kimlər ki gözəl biçimdə muhacirlərin və ənsarların yoluna tabe olarlar, necə ayədə qeyd olunur, onlar üçün nə vardır? İndi gəlir. Allah Subhanahu taala deyir. Birinci qeyd edir Allah Subhanahu taala. Radiyallahu anhum və radu anh. Allah onlardan razıdır, onlar da Allah'tan. Bu bir. İkincisi, ve adda lehum cennetin tecri tehtehel enhar. Allah-u Teala onlar üçün altlarından çaylar axan cənnətlər hazırlamışdır. Üçüncüsü, halidine fiha ebede. Orada onlar ebediyen qalacaqlar. Və dördüncüsü, zəlikə fawzul azim. Bu əzəmətli bir qurtuluşdur və nicatdır. Baxın, Allah-u Teala dolayısıyla sahabələrin, muhacirlərin və ənsarların və gözəl biçimdə onlara tabi olanların əbədiyyən cənnətdə olacaqlarını bəyan edir. Və bu ayə, bir dənə bu ayə, rafizilərin dinini tarumar edir. Yeri gəlmişkən, Qasım Səfərov bu ayələr barədə heç bir fikir bildirməyib. Yəni mənim bəyan etdiklərimdən, belə demək mümkünsə, özünə sərf eləyənləri deyir, özünə sərf eləməyənləri barədə susur. Yəni, bu mənhəc Yahudilərin mənhəci kimidir. Yahudilərin mənhəci belədir. Yahudilər, yəni, neynədilər? Qura hətta Tevratda olan hökmlərdən birinə əməl edirdilər, birinə əməl etmirdilər və Allah Subhanahu wa Taala Quran-ı Kərimdə onların bu üslubunu məzəmmət edir və deyir ki, əfətu'minuna bi ba'dil kitabi və takfuruna bi ba'd. Siz kitabın bir hissəsinə, bir parçasına yəni iman edib, o biri parçasını İnkar mı edirsiniz, rədd mi edirsiniz? Yəni, bax, Qasım Səfərovun mənhəci də Yahudilərin mənhəci kimidir. Özünə sərf eləyəni deyir, özünə sərf eləməyən barədə susur və o dəvə quşu ki, başını qumun içinə salar və elə bilər ki, bütün bədəni, yəni, qumun altındadır. Bax, o cür, yəni, məsələləri bəyan edir. Özünə sərf etdiyi kimi. Haqq olaraq deyil. Bax o, haqq olaraq deyil. Bu artıq neçənci dəfədir ki, onun yalanlarını ifşa etmişik. Və növbəti yalanı deməli, mən bəyan etdiyim ayələr, bu ayələrdən bir qismini qeyd etdiyim zaman, Fəth surəsinin 18-ci ayəsini qeyd eləmişəm. Və ayəni oxumuşam, ərəbcəsini. Laqad radiyallahu anil mu'minina iza yubayyi'unaka tahta ash-shajarati fa'alima ma fi qulubihim fa anzala as-sakinata alayhim bir dəqiqə. O biri səhifəyə keçməli oldum. Sakinata alayhim və əsəbəhum fəthan qaribə. Bax, bu ayəni oxudum və tərcüməsini də oxudum. Adam deməli götürüb yazır ki, bəs and olsun yoxdur ayədə. Belə bir fikir yazıb, qırmızı rəngdə ki, onun şəklini də inşallah çalışacağım qoymaq gələcək dərslərimizə. Adam yəni cahildir. Bax, ey Qasım Səfərov, mən sənə əvvəlki dərslərdə dedim ki, sən zır cahilsən, sənin nəzdində ancaq üzdən olan elmdən
danışa bilərsən və s. Sənin elm, yəni İslami elmlərdən, elmin eysindən sənin xəbərin yoxdur. Allahu Akbar. Və çıxırsan, ağzına gələni danışırsan və cəmaatı azdırırsan və aldadırsan. Birincisi, həmin ayənin əvvəlində ləqəd kəlməsi var. Ləqəd kəlməsindəki ləm hərfi ləm qəsəm adlanır. Yəni ləm qəsəm adlanır. Necə ki, bunu bir çox İrab alimləri qeyd edirlər. Misal üçün, deməli, alimlərdən bir topluluğun təlif etdiyi İrabul Qur'an-ül Kərim adlı kitabda, yəni Quran-ı Kərimin İrabı kitabında həmin ayə, yəni Əl-Fəth surəsi 18-ci ayənin İrabında görün nə deyilir? Deyilir ki, ayənin əvvəlini oxuyacağım sadəcə. Ləqəd əlləm liqasəm müqəddər və qad littəhqiq. Nə deyilir? Deyir, yəni ayədə olan ləqəd kəlməsi ki var, ləqəd kəlməsindəki ləm qəsəm hərfidir. Qəsəm hərfi nə demək? And içmə hərfidir. Qəsəm hərfi demək, and içmə hərfidir. Allahu Akbar. Və qəd hərfi təhqiq üçündür. Yəni bunun da mənası nədir? Deməli, başqa mənbələrə də toxunmağa çalışacağam. Elə, inşallah. Deməli, ləqəd, qəd kəlməsi, hərfi daha doğrusu, qəd hərfi istər feilin mazisində, özündən sonra gələn mazi ilə gəlir, istər müdari ilə gəlir. Yəni, keçmiş və indiki və gələcək zamanla bir yerdə gəlir. Lakin, ləqədin, ləmin qədə birləşməsi sadəcə keçmiş zamandan gəlir. Və keçmiş zamandan gəldiyi üçün feilin tamamlanmasını bəyan edir. Yəni, feilin tamamlandığını bəyan edir. Elə? Və dolayısıyla burada olan and olsun, elə təqdirdədir. Ayənin təqdirindədir. Və ləm hərfi, ləm qəsəm hərfidir. Ləm qəsəm hərfidir, yəni and içmə ləmidir. Çünki qəsəm ərəb dilində and içmə mənasını ifadə edir. Allahu Akbar. Və dolayısıyla ləmin qədə girməsi, birləşməsi yəni, artıq ondan sonra gələn feilin tamamlanmasını ifadə edir. Gələn feil hansıdır? Yəni, radiyallahu anil müminin. Ləqəd radiyallahu anil müminə İzə yubəyyunəkə təhtə şəcərəti. Deyir, artıq Allah ağac altında beyət edən möminlərdən razı qaldı. Artıq razılığı tamamlandı yəni. Yəni Allah-u Teala'nın razılığı tamamlandı. Allahu Akbar. Və burada olan ləm hərfi qəsəm hərfidir. Dolayısıyla and içməni bildirir. Lakin Qasım Səfərov cahil olduğu üçün belə şeyləri bilməsi mümkün deyil. Mən ona görə əvvəldə qeyd elədim, dedim ki, bu adam zır cahildir. Cahil deyil, zır cahildir. Onun, yəni elmin eysindən xəbəri yoxdur. Ona görə bu cür çıxır danışır, mənim sözümə güya ki, elə təqdim edir ki, güya mən orada and olsun kəlməsini xəta olaraq işlətmişəm. Yox, sən xəta eləyirsən. Çünki sən cahilsən. Ona görə. Yəni, başqa bir mənbəyə müraciət edəcəm. Yeri gəlmişkən, İrab-ı Qur'an-ül Kərim kitabı 4-cü cild 2262-ci səhifə. Başqa bir kitab, misal üçün qədim alimlərdən
Züccaci, Əz-Züccaci hicretin 337. ilində vəfat edən Əz-Züccaci Əl-Ləmət adlı kitabda, yəni ləmlər, ləm hərfləri yəni ləmin növləri mənasını ifadə edir. Əl-Ləmət adlı kitabda qeyd edir. Görün nəyi deyir? Deyir ki, və həzihilləm li şiddəti təvkidihə, yəni ləm qəsəmdən danışır. Yəni ləm qəsəmdən danışır, and içmə ləmindən danışır və deyir ki, ləmin deyir bu növü şiddətli olaraq, yəni əməlin təkid edilməsində və təhqiq edilməsini ifadə edir. Və görün nə deyir? Tam oxuyacağım, ondan sonra tərcümə edəcəm. Və həzihilləm li şiddəti təvkiduhə və təhqiquhə mə tədxul aleyhi yuqaddər bədən nəs qabləhə qəsəmən fəyəqulu hiyə ləmul qəsəm kəən təqdiru qavluhu li zeydin qaim. Li zeydin qaim. Yəni bunun mənası odur ki, vallahi li zeydin qaim. Baxın, ləm hərfi cümlədə qəsəm mənasında istifadə edilir. Nə deyilir? Tərcümə eləyirəm tam mətni. Deyir, ləmin deyir bu növü şiddətli şəkildə tövkidi, yəni təkid edilməni və təhqiqi ifadə edir. Və deyir, bu deyir, daxil olduğu zaman, necə ki, bəzi insanlar bunu təqdir ediblər, özündən sonra olan qəsəmi mənasında gəlir və buna deyilir ləm qəsəm ki, bunun da təqdirdə, mənası təqdirdə deyilir ki, misal üçün, li zeydin qaimin, yəni ki, Zeyd ayaq üstədir. Zeyd yəni durub, ayaq üstədir. Və burada olan ləm qəsəm olduğu üçün mənası odur ki, və ya təqdiri odur ki, vallahi li zeydin qaimin. Vallahi Zeyd qaimdir, yəni ayaq üstədir. Yəni, vallahi burada hansı kəlmədir? Həmin ləmdir. Baxın, həmin ləmdir, hansı ki, ləqət kəlməsində olan ləm kimi. Niyə görə? Çünki burada da ləm qəsəmdir, orada da ləm qəsəmdir. Allahu Akbar. Bunu təkcə əhl-i sünnə alimləri, yəni İrab alimləri demir. Hətta Şiə alimləri də deyir ki, onların kitablarına müraciət edəcəyəm. Misal üçün, Rafizi alimlərdən hicretin 1437-ci ilində vəfat edən Əl-Kirbasi, Muhammed Cafer Əl-Kirbasi İrabul Quran adlı kitabda elə 7-ci cild 508-ci səhifədə ayəni İrab edərkən deyir ki, ləqəd əlləm vaqiyə fi cəvabil qasam əl-məhsuf qad hərfun təhqiq. Deyir ki, ləqəd kəlməsi ki var, ləqəd kəlməsində ləm kəlməsi qəsəmin cavabı olaraq vaqi olmuşdur. Yəni, birləşmişdir qəd kəlmə hərfinə. Və buna görə də yəni cavabı məhsufdur, həsf edilib. Təqdirdədir yəni. Və sonra deyir ki, qəd yəni hərfi təhqiq hərfidir. Yəni qrammatik şeyi olaraq təhqiq hərfidir. Allahu Akbar. Dolayısıyla Qasım Səfərovun dediyi, yəni yalandır, böhtandır və mənə böhtan atır və güya mənim xəta etdiyimi cəmaata çatdırmağa çalışır. Hətta qırmızı hərflə nə bilim, and olsun orada yoxdur, ayədə və s. belə fikirlər yazır və bu hamısı batildir. Bu hamısı batildir.
ləqəd kəlməsində olan ləm qəsəm and içməyi bildirir. İndi dediyim kimi bu təqdirdədir. Qrammatik olaraq təqdirdədir. Yəni ayənin zahirində yoxdur. Amma bəyan edilməsində zaman var ki, bəyan edilir, zaman var bəyan edilmir. Baxın, olur ki, bəyan edən, məsələn, siz baxsaz tərcümələrə, elə bu ləqəd kəlməsi olan bir qism ayələr də mövcuddur ki, ayələrin əvvəlində istifadə edilir. Elə o ayələrdə siz həmin o and olsun kəlməsinə bəzi tərcümələrdə rast da gələ bilərsiniz, bəzi tərcümələrdə rast gəlməyə də bilərsiniz. İndi sual, bunların hansı doğrudur? İkisi də doğrudur. İkisi də doğrudur. Lakin birinci variant daha əhatəlidir. Yəni, and olsunun qeyd olunması daha əhatəlidir. Niyə görə? Çünki and olsun deyilən ayələrdə və ya tərcümələrdə daha əhatəli, daha geniş tərcüməni ifadə edir ayənin. Amma and içmə qeyd olunmayan ayələrdə onlar sadəcə ayənin zahirini tərcümə ediblər. Təqdirini qeyd eləməyiblər. Dolayısıyla birinci variant, yəni and olsun hissəsinin qeyd olunması ilə daha əhatəlidir və daha düzgündür. Daha düzgündür. Baxın. Amma əlbəttə ki, Qasım Səfərov cahildir, belə şeyləri bilmir, hardan bilsin? Hətta Rafizilərin kitablarında da olduğunu bilmir. Və çıxıb belə tələsik videolar hazırlayır, əsas məsələlər barədə susur. Baxın, bu mənim artıq 14-cü dərsimdir. Mən ən azı 5-6-10 təxminən yerdə qeyd eləmişəm ki, bəs Rafizilərin nəzdində olan imamət etiqadı batildir, uydurmadır. İmamların vaxtında, heç biri 11 imamın vaxtında ümumiyyətlə şiyələrin arasında 12 imam etiqadı olmayıb. Və 12 imam etiqadı, imamət etiqadı dolayısıyla 4-cü əsrdə, Hicri 4-cü əsrdə meydana çıxıb. Batinilər, Buveyhilərin zamanında, baxın bunu artıq neçənci dəfədir deyirəm öz dərslərimdə. Bu Qasım Səfərova rəddiyə verdiyim dərslərdə. Siz fikir verirsiniz, adam bu məsələlərə toxunmur. Adam bu məsələləri susaraq keçir. Hətta bir neçə dəfə tələb eləmişəm ki, çıx bu məsələlərə cavab ver. Bundan danış, sənin nə işin var İbn Teymiyyə? Sənin nə işin var sahabələrdən? Çıx, cəmaata imamət elmin var, çıx imamət məsələsini isbat elə və cəmaata bəyan elə. Amma artıq neçənci dəfədir deyirəm, mən hesabı bilmirəm. Bəlkə 5-ci dəfədir, bəlkə 10-cu dəfədir, bəlkə 7-ci dəfədir, Allah bilir. Allahu Akbar. Adam bu məsələni ümumiyyətlə bir kəlmə də danışmır bu barədə. Bir kəlmə. Belə bir şey olurmu yəni? Belə olmaz yəni. Baxın, mən 12-ci dərsdə ayələr gətirdim. Yəni bu nə Buxarinin kitabıdır, nə Kuleyninin kitabıdır. Qurandır. Quran bizə deyir ki, Allahu Akbar. Tövbə surəsi 100-cü ayədə bizə deyir ki, Allah Subhanahu taala razıdır. İslamı ilk öncə qəbul edənlərdən ki, Əbu Bəkir də, Ömər də, Osman da onlardandır. Və dolayısıyla və onlardan razı qalan, yəni gözəl biçimdə onlara tabe olanlardan da razıdır.
ki bura Muaviyə də daxildir, Yezid də daxildir və s. Hamı daxildir. Ta qiyamətə qədər. Ona görə bu ayə, bir dənə bu ayə Rafizilərin dinini darmadağın edir. Baxın, darmadağın edir, Allahu Ekber. Bu barədə danışmır. Bu barədə sən çıx danış ki, bir dənə götürmüsən 10 dəqiqəlik video hazırlamısan, nə bilim 3-4 dəqiqə mənim tezləşdirilmiş səsimi qoymusan, 2-3 dəqiqədə, 5 dəqiqədə özün danışmısan boş-boş şeydən, güya orada nə bilim Bəra İbni Azibin hədisini gətirmişsən, məsələyə nə dəxli var? Yəni məsələ barədə olan məsələləri bəyan elə. Sən İkinci, üçüncü, o məsələyə aid olma. Bəra İbni Azibin hədisinin bura nə dəxli var ki? Özdə nə deyir ki orada? Orada deyir ki, yəni bilməzsən deyir, biz ondan sonra deyir nələr oldu. Düz deyir, yəni böyük qətliamlar oldu. Düz deyir yəni. Yəni onu sahabələrin üzərinə niyə töhmət edirsən ki? Və sən çıx imamət məsələsini bəyan elə. Elmin var, çıx bəyan elə də. Bu məsələni danışaq. İspat elə. İmamət etiqadı var. Çünki siz dininizi bunun üzərində qurmusunuz. Sizin dininiz, yəni ona görə mən buna din deyirəm. Baxın, məzhəb demirəm. Mən buna din deyirəm. Niyə görə? Çünki bu ayrı bir dindir. Çünki siz Quranı qəbul eləmirsiniz. Nə cür nə ki Allah Rəsulu təfsir edib. Quran-ı Kərimi Allah Rəsulu təfsir edib. Allahu Ekber. Sünnəni qəbul eləmirsiniz, hansı ki Allah Rəsulundan hədislər varid olub. Bu başqa bir dindir. Ona görə Rafizilik başqa bir dindir. Çıx imamət məsələsini bəyan elə. Əgər elmin varsa. Sən çıxıb İbn Teymiyyədən, İbn Teymiyyə sənin Rafizi şeyxivi bərbad günə qoyub. Hillini bərbad günə qoyub, bağlayıb onu və ağzını da necə deyərlər, aça bilməyib, rəddiyə verə bilməyib. Çönüb qayıdıb deyib ki, o mənim başa düşsəydi, mən ona rəddiyə verə. Nə əlaqəsi var, əvvəlam? Nə əlaqəsi var? Gülməlidir yəni bu. Yəni, belə sözlər danışan gülməlidir yəni. Allahu Ekber. Məsələ budur, problem budur, yoxsa nə bilim 18-ci Fəth surəsi 18-ci ayədə orada bəyan olunmayıb. İkinci mənbəni demədim. Bu alim də deməli 1376-cı ildə Suriyalıdır əsli. Yəni bilmirəm, yəni Şiədir ya deyil bilmirəm. Mahmud ibn Abdurrahman Safi. Onun da belə bir kitabı var. Əl-Cədvəl fi İrabil Quran və sərfuhu və bəyanu. Hər halda Rafizilərin saytlarından bunun kitabı mövcuddur. Yəni ona görə mən ehtimal elədim ki, Rafizidir. 13-cü cild 258-ci səhifədə deyir ki, Əl-İrab, Əl-Ləm, Ləm Əl-Qasəm, Li-Qasəmi Müqaddər, Qad hərfun təhqiq. Deyir ki, ayənin irabı, yəni Əl-Fəth surəsi 18-ci ayənin irabı ləm ayədə, ləm qəsəmdir, yəni and içmə ləmidir və qəd də deməli təhqiq hərfidir. Dolayısıyla ləmlə qəd birləşdiyi zaman deməli ləm qəsəmi bildirir, and içməni bildirir, yəni and olsun ki, deməli möminlər, Allah möminlərdən ağac altında biyyət etdikləri zaman onlardan razı qaldı. Ayə buna dəlalət edir. Elə, dolayısıyla bu and içmə hərfidir. Çox da uzatmaq istəmirəm. Müxtəsər bu qədər. Allah bilir. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuh.